Ekrana yaxın əyləşin. Sizin üçün maraqlı oyun təklifim var. Bu oyun uşaq və böyüklər üçün uyğundur. Minimum 10 iştirakçısı olan bir oyundur. Əvvəlcə iştirakçıları 2 komandaya bölürsünüz və hər komanda iştirakçısına üzərində hərf yazılan vərəqlər paylayırsınız. Hər iki komandanın iştirakçılarında eyni hərflər olmalıdır. Və bu hərflərin iştirakı ilə əvvəlcədən hazırlanmış bir söz siyahınız olsun. Siz sözləri oxuduqca hər iki komanda bu sözü hazırlamağa çalışır. Necə? Hər iştirakçının əlində bir hərf olur və onlar cəld formada hərfləri sırayla öz yerlərində dayanmalıdırlar. Hansı komanda sözü tez hazırlayırsa, o komanda bir xal əldə etmiş olur. Bu bir komanda oyunudur. Həm əyləncəlidir, həm də öyrədici. Bunu uşaqlar və böyüklər üçün istifadə edə bilərsiniz. Biz bu oyunu Azərbaycan dilində oynamışıq kitab klubu görüşümüzdə. Ancaq düşünürəm ki, digər dillərdə də bu oyunu etmək mümkündür. Əgər faydalı oldusa, istifadə edə, bölüşə və dəstək ola bilərsiniz. Hələlik!